Hörmətli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Bugün sizə əsil bağ evinin, şəxsi evin bir təqdimatındayım. Gördüyünüz kimi həyətyanı sahəsində bar verən bütün meyvə ağaclarından istifadə olunub. Həyətin işıqlanmasına da ki, gördüyünüz kimi hər tumbadan bir də işıqlanma quraşdırılıb. Şəxsi məqsəd üçün tikilmiş bağ evidir, hörmətli izləyicilərimiz. Çox gözəl bir evdir. Almağa dəyər, qiymətdə münasibdir. Baxın, evin yan tərəfindən bu cür dəmir sahəsi var. Bu hissədən həyətyanı sahəsinin sanitar qovşağı, kombi otağı burada yerləşir. Baxın, sanitar qovşaq, kombi otağı, isti polun kollektor sistemi hamısı bu hissəyə yığılıb. Sanitar qovşağı kimi istifadə olunur. Keçirik digər hissələrin təqdimatına. Yerləşməyə ideal ərazidir, hündür bir havalı ərazidədir. Birbaşa görünüş Duz gölünədir. Abşeron rayonu Masazlı qəsəbəsində bu hissədə belə bir teras hissəsi var, avtomobil daxil olur. Baseynisi, oturub durmağa stulu, gözəl bir evdir. Daxil olan avtomobil qapısı pultuna idarə olunan, əl qapısı alt denilir. Baxın, belə bir gözəl görünüşə malikdir. Bu hissədə baseyni, yəni həyətyanı sahəsində heç bir pəncərə görmür. Yəni baseyn hissəsini heç bir pəncərə görmür. Yəni qonşu tərəfdən heç bir pəncərə baxmır. Bu hissədə manqaldır, baxın. Manqal hissəsi hazırdır, hamısı. Moykası. Buranı bağlayıb atteni də eləyə bilərsiniz. İstəsəniz, yəni ki, cam balkondan bağlaya bilərsiniz. Daxil oluq əsas təmirli hissəsinin təqdimatına. Xatırladım ki, gördüyünüz bütün əşyalar qiymətə daxildir, evdə qalır. Daxil olarkən belə bir açıq qonaq otağı bizi qarşılayır. Müasir üsulda inşa olunmuşdur, şəxsidir. Yəni, makler evi deyil, özü üçün təmir olunmuş evdir. İkinci mərtəbəyə qalxan pilləkənlər, beton pilləkənlər, özü mərmər daşlardan izlənilib. Çox gözəl dizaynla işlənmiş bir evdir. Burada yerləşir mətbəx. Tam təchizatlı mətbəxi gördüyünüz kimi. Mətbəxdən də əlavə olaraq həyətyanı sahəsində çıxışı var. Əlavə, giriş hissəsindən əlavə çıxışı var. Telefonuna kimi, internetinə kimi hər birisi mövcuddur. Birinci mərtəbədə yerləşən sanitar qovşaq. Hörmətli izləyicilərimiz, xatırladım ki, 4 otaq yuxarıda, bir otaq da bu hissədə yerləşir. İkinci mərtəbədə də əlavə bir qonaq otağı var ki, istəsəniz yataq otağı kimi, istəsəniz əlavə qonaq otağı kimi istifadə edə bilərsiniz. Bu hissədə də ikinci mərtəbə bölgü dəhliz vasitəsindən aparılıb. Burada yerləşir ən kiçik yataq otağı. Baxın, istilənmə kombi sistemidir. Burada yerləşir növbəti yataq otağı. Otağın ölçüsü genişdir. Pəncərələrin hər birisinin qarşısı açıldır. Burada yerləşir üçüncü yataq otağı. Öz həyətyanı sahəsinə baxır pəncərəsi. Burada isə ikinci mərtəbədə istəsəniz qonaq otağı kimi, istəsəniz isə yataq otağı kimi istifadə edə bilərsiniz. Çox genişdir. Bu hissədən də açılmır. Eyvan hissəsinə keçiddir, onu sizə göstərim. Baxın, birbaşa Duz gölünə görünür. Öndə tikilən ev axırıncıdır, yəni onun üstündən birbaşa kirişə bağlanacaq, ikinci mərtəbə qalxmayacaq. Yəni ömürlük görünüş Duz gölünə, Abşeron rayonu Masazır qəsəbəsi, Duz gölünün kənarı, bazar stolu keçdiniz, sağ tərəfə qalxırsınız, birbaşa evə. Kupçalıdır, torpağın çıxarışıdır, fərdi yaşayış tikinti təyinatlıdır. Birbaşa evə kupça almaq olur. Ev sahibi deyir ki, istəyən olsa birbaşa adına kupça alın. Əlaqə nömrəmiz 051 635 17 97 nömrəmizdə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz. 4 sot torpaq sahəsində 5 otaq, şəxsi, əsil bağ ev istəyənlər buyursun, əlaqə saxlasın, gəlsin evimizdən daha yaxından tanış ola bilər.